Bilirsiniz, biz insanın özünü tanıttırmadan Allah'ı ona tanıttıranda Allah yükə çevrilir. Bizdə var ki, özünü tanıyasan, biləsən ki, Allah'a ehtiyacın var, Allah'a ehtiyaclısan, bunu başa düşəsən, sonra sana Allah'ı tanıttıralar. Ümumiyyətlə, biz bir şeye ehtiyacımızı başa düşmədən onu bizə versələr, bizə yük kimi qəbul olunacaq. Bizə lazımsız kimi görünəcək. Bizə əvvəl insan olaraq izah eləmək lazımdır ki, sənin buna ehtiyacın var. Bir şeye bizə ehtiyaclı olanda, onu bizə verəndə biz onu bağrımıza basa bilirik. Allahla da bağlı təbliğat belə qurulmalıdır həmişə. Amma biz insan başa düşmədən ki, Allah'a ehtiyaclıdır, biz Allah'tan danışırıq. Başa düşürsün. Onda belə çıxır ki, Allah sənə zor deyir. Bir Allah var, sənə yer yox. Sən içindən mütaliəyə başlasın, deyirsən ki, mənim sudan, havadan artıq bir varlığa ehtiyacım var, onun adı Allah'dır. Onun varlığı mənim ehtiyacımın cavabıdır. O məni belə xəlq eləyib.